Müasir kişilər alicənablığını itirirmi? Gəlin araşdıraq. Bu yaxınlarda bir toy məclisində oldum və orada yanımda təzəliklə nişanlanmış cavan bir oğlan və cavan bir qız oturmuşdu. Həmin bu qız ya şəkil çəkdirməyə, ya da ki, rəfiqələri ilə rəqs etməyə qalxanda mən fikir verdim ki, onun cavan oğlanı durmadı və onu yola salmadı. Sonra həmin xanım yaxınlaşanda, masaya qaydanda yenə də o ayağa qalxmadı və ona oturmağa kömək etmədi. Və mən bu tipli hadisələri çoxlu müşahidə edirəm. Biz kişilər hardasa qadınlarımıza maşın açmağı, paltosuna geyinməyi ya da ki, paltosunu soyunmağı və bu tipli xırda alicənablığı hardasa unutmuş kimi görsənə bilir. Amma həqiqətən problem budurmu? Bir neçə gün öncə mənə bir xanım yazıb ki, onun 13 yaşlı oğlu var və onun gələcəkdə həyatda uğur qazanması üçün mən nəyi tövsiyə edə bilərəm ona? Və mən ona tövsiyə etdim ki, ona mütləq qadınları anlamağı və qadınların qayğısına qalmağı öyrətsin, alicənablığı öyrətsin. Çünki həqiqətən də Azərbaycan gənc oğlanlarını nə anaları, nə bacıları, nə digər ətrafdakı qadınlar alicənab və qadınları anlayacaq kimi böyütmürlər sadəcə olaraq. Və məhz ona görə bütün kişilər alicənabdır əslində daxildə. Sadəcə alicənablıq nədir? Və bu bacarıqları onda inkişaf etdirmək lazımdır. Mən ona görə tövsiyə etdim ki, o John Gottman'ın The Man's Guide to Woman kitabını mütləq öz oğluna oxuttursun. Azərbaycandakı bütün 13 yaşına çatmış və ondan sonraki bütün yaşlarda olan cavan oğlanlara, kişilərə də belə həmin bu kitabı oxumağı tövsiyə edirəm. Uğurlar.